Valla mən Ramiz Mehdiyev hadisəsini belə indi hamı Ramiz Mehdiyevdən danışır. Hamı Ramiz Mehdiyevdən danışır. Və mən doğrudan anlamakta çətinlik çəkirəm. Ramiz Mehdiyevindən vuruşub, döyüşən adam necə nazir ola bilib, necə baş redaktor ola bilib, necə Tanrıya bəndəlik eləməyib, necə olub? Həm Ramiz Mehdiyevlə döyüşüblər, həm də Nazır Nemət içində olublar. Nazir olublar, baş redaktor olublar, partiya sədri olublar. Yavrum, olmur belə bir şey. Bu ölkədə belə bir şey olmur. Daha 2 gün bundan öncə bir vəkili, Zabil Qəhrəmanovu, dəstəkləyirəm onu. Mən tanımıram onu, amma mən onun ailəsində müraciətini eşitdim. Çox pis oldu. Çox pis oldu. 2 gün əvvəl vəkillər kollegiyasından çıxarıb 3-cü gün tuturlar adamları. Nə danışırsınız siz? Necə siz Ramiz Mehdiyevlə döyüşübsünüz? Nə ilə döyüşübsünüz? Necə döyüşübsünüz? Bəlgəsi hanı? Sənədi hanı? 2001-ci ildə kimsə müsahibə verib, içib, biraz da ağlını itirib, yekə bir müsahibə verib. Ondan sonra nə təri ona hətta qorxu gəliblərsə, o müsahibəni 25 ildir itiriblər. Hətta mən o müsahibələrin bir çoxunu axtarırdım, tapım ki, xoralda təzləndən verim, tapa bilmirdim. Arxivlərdən yığışdırmışdılar. İndi çıxırlar ki, biz Ramiz Mehdiyevlə döyüşmüş. Necə döyüşübsünüz? Necə döyüşübsünüz? Harada döyüşübsünüz? Mən bilirsiniz, həm də niyə təəccüblənmirəm. Birincisi, Validə ana buradadır. Validə ananı salamlayıram. Tərtər faciəsinə ədalət gələndə Azərbaycan ədalət gələcək. Hər birinizi salamlayıram. Sizi salamlayıram Validə ana. Tərtər hadisələrinə ədalət gələcək. Tərtər hadisələrinə ədalət gələcək. Hamıya ədalət gələcək. Hamıya ədalət gələcək. Nə demək istəyirəm? İlqar, niyə təəccüblənmirəm? Ona görə təəccüblənmirəm ki, mənim üçün bu şeylər çox normaldır. Bəli, Zabir Qəhrəmanov vicdanlı vəkildir. Mən onu dəstəkləyirəm. Dəstəkləyirəm və dərhal azadlığa buraxılmasını tələb edirəm. Yəni, bu dərəcədə biz ölkədəyik, İlqar. Zabir Qəhrəmanov orada hansısa polislə, polis idarəsini ciddi tənqid edilmiş tez-tez. Adam həbs getdi. Ramiz Mehdiyevlə döyüşüblər bu qoca nazirlər. Özdə nazir olublar. Özdə işlərində, güclərində olublar. Siz kimi aldadırsınız? Allah rəhmət eləsin Məhəmməd İsmailə. Deyirdi, kimi aldadırsan azalım oğlu? 2011-ci ildə sən yox idin xuralda. 2011-ci ildə də məni eyni maddələrlə şərləmişdilər. Eyni maddələrlə həbs eləmişdilər. Eyni maddələrlə. Eyni də iş verdilər. 9 il o heç. Deməli, mən İlqar, mən tamaşaçılardan üzr istəyirəm. İlqarla belə səmimi danışığımıza görə İlqar bəy də deyə bilərəm, amma İlqar mənim qardaşımdır. Bizdə münasibətlər o səviyyədədir ki, belə danışırıq. Ona görə də üzürlü hesab eləyin. 2013-cü ildə, 12-13-cü ildə mənim məhkəmələrim oldu. Ağır cinayətlər məhkəməsində məhkəmələrim oldu, İlqar. Azərbaycan mediasını mən o məhkəmələrdə görmədim. Bugün şap-başap yazılar yazırlar. Dədəsi budur, anası budur, ölüsü budur, dirisi budur, Ramiz Mehdiyevin. Mənim məhkəməmə gəlirdilər. Mənim məhkəməmdən orada mənim üzümə qoyulan müğənnilər var idi, nə bilim, digər adamlar var idi. Var oğlu var idi. Bu adamların, deyək ki, ifadələrinlə gedirdilər, Əvəz Zeynallı məhkəməsində qalmaqal, Əvəz Zeynallı məhkəməsində qalmaqal düşdü, Əvəz Zeynallı məhkəməsində dava düşdü, Əvəz Zeynallı məhkəməsində dalaş düşdü. Mən özümü öldürürdüm. Ramiz Mehdiyevi şahid qismində dəvət eləyirdim məhkəməyə, gəlməli idi. Əli Həsənovu dəvət eləyirdim, bar-bar bağırırdım. Videolar var, indi videolar yayınlanır. O videoların hamısı var. Mən xurala baxıram,
son 15 ili biz Xuralda Ramiz Mehdiyevlə döyüşməkdən başqa bir şey olmuyor. Ramiz Mehdiyevlə biz cəng eləmişik, döyüşmüşük, başımızı qoymuşuq, bədənimizi qoymuşuq. Bu hörmətli dostlarım, hörmətli mediadan heç kim gəlmədi. Heç kim gəlmədi. Və Ramiz Mehdiyev gələndə Ramiz Mehdiyev haqqında xəbər vermədi. Xəbərlərdə Ramiz Mehdiyevlə Ələsənovun adı getmədi. Necə döyüşüblər bunlar? Necə döyüşüblər? Mən Ramiz Mehdiyevin ad gününə 75 illik deyəsən, mən ona bir yazı yazdım. Təbrik elədim onu. Uzun bir yazı idi. Bir səhifə, qəzet səhifəsi həcmində. O yazını axtarıram. O çox maraqlıdır ki, Azərbaycan mediasında bir çox yerlərdə çap olunmuşdu. İndi tapa bilmirəm. Əgər buradan da dostlara müraciət edirəm, kiminsə arxivində varsa onu mənə göndərsinlər. Yazılı şəkildə var, o mənim arxivlərimdə var, amma belə onlayn formada. Mən onu ən istədiyim, etibar elədiyim qəzetlərə göndərdim. O qəzetlər çap eləmədilər. Dostlarla zəng elədim, danışdım, dedim, niyə çap eləmirsiniz? Mən orada yazmışdım ki, sənə 150 il ömür arzulayıram. Ölmə, gör, gələcək taleyini gör. Başına gələcəkləri gör, gözünlə gör. Mənə dostlar dedi ki, əvəz, biz səni qoruyuruq. Ona görə çap eləmədik. Dedim, qardaş, sən məni necə qoruyursan? Mən 9 il almışam, gəlmişəm. Mən buradayım. Mən həyatın dibindəyim. Sən məni gözləyirsən ki, 9 il keçsin. Sən nəyə gözləyirsən? Sən yazını yazmışsan, ver. Azərbaycanın iri-iri müxalifət, müstəqil deyilən qəzetləri mənim Ramiz Mehdiyevə məktubumu çap etmədi. Kimlər vuruşub Ramiz Mehdiyevlə? O səmimi döyüşənləri, Ramiz Mehdiyevin zəlil elədiyi, Ramiz Mehdiyevin evini yıxdığı, Ramiz Mehdiyevin o çırasını keçirdiyi adamlar var ki, mən onda təslim. Ramiz Mehdiyevlə döyüşən adamlar olub. Amma bu ortaya düşənlər var. Ay belə döyüşdük, ay elə döyüşdük, qəzetlər açıblar. Gerçəkdən böyük bir çirkinlik görürəm. Mən o gündə danışdım, Mələk xanım mənə sual verəndə də danışdım. Gerçəkdən bir çirkinlik görürəm. Adamın içində bir haykırış olur ki, mən bunu müdafiə edeyim ki, qardaş, belə olmaz da. Amma Ramiz Mehdiyev bu ölkə üçün gerçəkdən bir qara ləkədir. Gerçək bir mübarizə aparmaq lazımdır. Gerçəkdən cəzalandırmaq lazımdır və təkcə Mehdiyevi yox, Ramiz Mehdiyevin bütün şəbəkəsini. Biz bu haqda zaman-zaman danışmışıq, çox danışmışıq, indi də danışmağa davam edirik. Təkcə danışmamışıq, hamısı Xural TV-nin arxivlərində var, tamaşaçılar. Girsinlər, Əvəz Zeynallı Ramiz Mehdiyev haqqında yazsınlar, yüzlərlə, onlarla videolar çıxacaq və biz nələr demişik, hamısının da üzərindəyik. Əvəz bəy, bəziləri iddia edir ki, biz həmən vaxtı danışa bilmirdik, bizə imkan vermirdilər, danışsaydıq həbs olunacaqdı, həbs olunma təhlükəsi var idi, həbs olunurdu, ona görə danışmırdıq. Bugün fürsət düşüb əlimizə, bugün danışırıq da, yəni burada nə qabaətli bir şey var ki, bu argumenti necə qiymətləndirirsiniz? Yəni, həqiqətən bu argumentə istinad eləməyə, etibar eləməyə olar belə bir argumentə. Yəni, biz zəifik, o güclüydü, vəzifə başındaydı, qılıncının arxasında keçirdi, qabağı da keçirdi. Cavab verə bilmirdik. Amma bugün əlimizə fürsət düşüb, bugün şey eləyirik. Yəni, bu argument haqqında... O mübarizə, o siyasi mübarizə deyil ki. Burada məsələ ən səmimi bir dostumuzun münasibətini gördüm. O açıq şəkildə deyir ki, qardaş, mən Ramiz Mehdiyevdən qorxurdum, onun haqqında heç də danışmadım. İndi də onun haqqında heç nə yazmır. Səmimi bir vətəndaş münasibətidir. Amma siyasi, qəzetçi, jurnalist, nazir belə olmamalıdır. O zaman qorxubsansa, indi də qorx otur yerində. O zaman qorxubsansa, bax sizə mən bir şey deyim. Allah göstərməsin Azərbaycanda
dünya qarışsın. Bizim gözümüzün qabağındadır. Bunlar eyni hərəkəti İlham Əliyevə qarşı eləyərlər. Eyni hərəkəti daha artıq, daha ağır. Çünki bu biabırçılıqdır. Dəyər yox, ləyaqət hissi yox. Kim yıxıldı, hamı onu baltalayır. Arkadaş, dünən biz sənə müsahibə alanda sual vermişik ki, Ramiz Mehdiyevlə sənin münasibətlərin necədir? Axı səni Ramiz Mehdiyev torbanı tikib tutturur. Sən deyibsən ki, Ramiz Mehdiyevlə mənim münasibətlərim əladır. Aramızda da heç nə yoxdur. İndi sən çıxıb Ramiz Mehdiyevdə ölü qoymursan, diri qoymursan. Arvad qoymursunuz, ana qoymursunuz, qız qoymursunuz. Bu necə ola bilir? Azərbaycan siyasi politikası necə belə ola bilər, İlqar? Mən necə bir vətəndaş kimi bu deputatlara inanım, bu deputatlara arxa çevirim? Bunun içindən bir ləyaqətli adam çıxmadı mı? Qardaş, qorxubsan? Mənim sənə saygım var. Get otur evində. Get otur evində. Əndazəni aşma. 80 yaşın var. Düşübsən ortaya. Sən Ramiz Mehdiyevə telefonla zəng eləyəndə tər səni basıb ayaq üstə durubsan. Oturmağa da qorxubsan. İndi sən Ramiz Mehdiyevə bu qədər şeylər deməyin rəvadırmı? Mən Ramiz Mehdiyev müdafiə zad eləmirəm. Onun halından da belə bir əndişəm zadım yoxdur. Canı cəhənnəmə Ramiz Mehdiyev. Ramiz Mehdiyev mənim ömrümü Əli Həsənovla tərsinə yazan adamdır. Mənim ömrümü tərsinə yazıblar onlar. Şəxsən Əvəz Zeynalının ömrünü. Bütün Azərbaycanda hamının da gözünün qabağındadır. Açın arxivləri. Bakı Ağır Cinayətlər Məhkəməsində 2013-cü ildə bir cild təkcə Ramiz Mehdiyevlə Əli Həsənova qarşı vəsatətlərim. Tarix durur orada, hər şey. Yazılarım durur. Mənim Mətbuat Şurası qara siyahıya salanda, öz əvəcdatlarının layiq olduğu siyahıya salanda 2011-ci ilin sentyabr ayının 19-unda, oktyabrın 28-də də məni həbs elətdirdilər. Onda mən bütün onların hamısının şəklini yığmışam. Bir gün mən onu sənə göstərərəm, sən onu paylaşarsın. Ramiz Mehdiyevin sinəsinə yığmışam, başından da manşet qoymuşam ki, sadəcə ayıb olsun. İndi nə siz belə danışırsınız? Yəni, ölkədə bir dəyər olmalıdır. Mən o dəyərsizlikdən narahatam. Ölkədə insanlar, kütlələr, milyonlar kimə inansın? Kimə inansın? Bunun deputatı belə, bunun naziri belə, bunun jurnalisti belə, bunun ictimai xadimi belə. Kimə inansın? Və yaxşı, və bu vətəndaş, bəs bu vətəndaşın bunun bir sözü bütöv, özü bütöv bir adamlar olmalıdır. Qardaş, Ramiz Mehdiyevə deyib sən o zaman, indi dedi. Amma bu nə xordur düşübsüz ortaya. Axı siz Ramiz Mehdiyevin telefonunun gəldiyi yerdə əsibsiz, zağ-zağ əsibsiz. Zalim olub, amansız olub, düzdür. Antimilli olub, Türklərə düşmənçiliyi olub, Azərbaycanın bütün xalqlarına düşmən olub Ramiz Mehdiyev. Mən Fərəməz Noruzoğlu'nun araşdırma yazılarını Xuralda dərc eləyəndə çoxlarının qorxusundan başından papaq düşürdü. Fərəməz Noruzoğlu o zaman buna səbət çocuğu yazmışdı. Səbət çocuğu. Səbətdə tapıblar bunu deyə. Yəni, bu dəyərsizlik olmamalıdır. Ölkədə dəyərsizlik olmamalıdır. İnsanlar dövlətə, dövlətin müəssisələrinə inanmalıdır. Nə oldu? Yuxarıdan prezident aparatından bir mesaj gəldi. Onu söy, onu söyürsüz, bunu söy, bunu söyürsüz. Belə ölkə olmaz. Belə media olmaz. Təkcə bu fərdlərə qarşı deyil. Rusiyanı söy, Rusiyanı söyürlər. Artıq Rusiyanı söymək lazım deyil. İndi Rusiyanı heç kim söyə bilmir. Bax, qorxusundan. Söymür. İranı söy, İranı hamı söyürdü. İndi İranla münasibətlər normallaşıb, söymə. İndi tərifləyirlər ki, Pezeşkiyan, ay belə Türkdür, Azərbaycan Türküdür. Pezeşkiyan Turan quracaq. Ay nə bilim, İsraili ümumiyyətlə toxunma, toxunma. Türkiyədən məsafəli ol, məsafəli ol. Amerikanı söy, Amerikanı söydülər. İndi söymə, söymə. Avropanı söy, Avropanı söyürdülər. İndi söymə, söymə. Belə ictimai rəy mi formalaşdırmaq olar?
Belə mühit mi formalaşdırmaq olar? Belə heç nə formalaşdırmaq olmaz. Fransa qaldı yazır Sərxan. Fransanın, ümumiyyətlə Fransanın başı qapaz dirəmişdilər. İndi Makron olub əziz insan. Belə olmaz ki. Dövlətin siyasəti gedəcək. Dövlət siyasətini aparacaq. Dövlət itişər, qaqışar, çəkişər, bərkişər, ayrı məsələ. Ermənistana gündə taxılın yolunu açdıq. Bu gündə Averçuk bəyanat verdi ki, Rusiyadan gələn malların da yolunu açdıq. Ermənistanı plakadadan çıxartdıq. İndən sonra Ermənistana da söymək olmayacaq. Ermənilərə də söz deyəni tutacaqlar. Dövlət siyasətini aparsın. Bəs media harda qaldı? Mediada qoy siyasətini aparsın. Qoy media analitikləri danışsın, media müstəqil olsun. Bizim də özümüzü öldürdüyümüz budur. Biz deyirik ki, dəyər olsun, dəyər. Dəyər olsun. Dəyər olsun ki, o dəyərin ətrafında da insanlar bir inansın, bir baxsın. Biz Azərbaycan cəmiyyətinə necə inanaq? Sabah Azərbaycan cəmiyyəti kimi söyməyə bilər, İlqar? Kimi söyməyə bilər? Bu cəmiyyət hamını söyər. Hamını. Dədələrini söyərlər. Qızlarından imtina edirlər. Oğullarından imtina edirlər. Gözümüzün qabağındadır. Oğlundan imtina edir. Oğul atasından imtina edir. Qızından imtina edir. Deyir, radikal müxalifətin işi. Belə ölkə mi olar? Belə deputat mı olar? Belə dəyər mi olar? Biz hansı ölkədə yaşayırıq? Və biz ölkəni niyə bu hala gətirdik? Bax, məsələ budur.